Mingəçevirdə iş var yoldaşlar. Mən sizə hal-hazırda son 48 saatın belə deyim, iş elanlarından bəhs edirəm, Mingəçevir üzrə olan. Amma bu demək deyil ki, yəni elə cəmi 2 dənədən ibarətdir. Lakin mən sizə bu videoda 2 dənəsini misal vermək istəyirəm. Hansı işlərdir bunlar? Bunların ikisi də eyni bir ünvandadır yoldaşlar, eyni bir məkandadır, belə deyək, eyni bir şirkətdədir. Bunların biri asan işdir, yəni çox şey tələb eləməyən bir işdir. Vakansiyanın adı adlanır kompüter operatoru işidir. Kimlər müraciət edə bilər bu işə? Bura, misal üçün, orta ixtisas təhsili olan şəxslər də müraciət edə bilər yoldaşlar. Office proqramı bilirsinizsə, müraciət edə bilərsiniz. Bu bir variantdır. Digər bir iş Mingəçevirdə isə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis işidir yoldaşlar. Bu da eyni yerdədir. Hardaydı o eyni yer? Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Mingəçevir Turizm Kollecindədir yoldaşlar bu işlər. Yəni hər ikisi oradadır. Həm kompüter operatoru işi, həm də orada digəri. Bunların hər ikisinə də müraciət etmək üçün CV-nizi göndərməlisiniz həmin yerə. CV-nizi göndərmək üçün də son müraciət tarixi 10-cu ayın 31-nə qədərdir yoldaşlar bu ilin. Ona görə də CV-nizi hazırlayıb müraciət edin effektli şəkildə. Özünüz də bilirsiniz ki, Mingəçevir Gəncənin dayı deyil və yaxud da Sumqayıtın dayı deyil. Yəni orada çox da bol olmur işlər. Amma olur. Yəni fikir verirsinizsə, mən əslində bu videonu sizə sırf Mingəçevirlərə xas olaraq çəkmişəm. Deyin nəyə görə? Çünki Mingəçevirlə bağlı bir sürü işi paylaşdım. Gördüm ki, kifayət qədər insan gileylənir ki, Mingəçevirdə iş yoxdur və düşündüm ki, bu videodan bəlkə bəzilərinizə uyğun olan olar. Misal üçün, ən azı o biri iş, misal üçün, çox şey tələb edir. Yəni, hər adamlıq bir iş deyil, belə deyək. Əslində, çox şey tələb eləmir. Tələb elədiyi budur ki, ali təhsilli mühəndis olun, bir də ixtisasınıza uyğun sertifikatınız olsun. Amma bu kompüter operatoru isə normal bir işdir. Yəni, orta səviyyəli, heç ali təhsil də vacib deyil orada. Yəni, əsas məsələ orta ixtisas təhsiliniz olsun, bir də office proqramını bilirsinizsə, bu işə müraciət edə bilərsiniz. Digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmanızı çətinlik çəkirsinizsə və yaxud da bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj kəsə bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun. Toğrul kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, orada profildə əlaqə vasitəsini görə bilərsiniz. Həmin əlaqə vasitəsini götürüb mesaj kəsə bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.